Biz deyə bilərik ki, bu örtünmə həm də Hammurapi qanunlarından gəlir. Xeyr, Hammurapi qanunlarından da öncəsi olub. Çünki insan amilində belə bir şey var da, bizim özümüzün adət-ənənələrimizdə həmişə İslamla əlaqəsi olsa da, olmasa da, kəlağayı olub, başörtüsü olubdu hər bir zaman. Amma bizim Azərbaycan adət-ənənəsində saç görünər günahdır deyə bir şey Xeyr, var. əlbəttə yoxdur. Niyə saç görünəndə günah olur? Mən o düşüncədə deyiləm. Mən elə bir fikirdə deyiləm ki, kimsə Allah bu saçına görə biraz göründü, görünmədi deyə onu cəzalandıracaq və yaxud da görünmədiyinə görə mükafatlandıracaq. Bu düşüncədə deyiləm. Çünki bu anlayış mənim bəzən bunu belə qeyd edirlər ki, bizim o natamamlıq kompleksi olur. Biri var insana qadın, dişi anlayışı ilə yanaşasan, biri var insanlıq anlayışı ilə yanaşasan. Adamlar bunu həddi qoya bilmədiklərindən görə özlərinin o beyinlərindəki mənfi çalarları gətirib dinə də calayıbdılar. Yəni başı bağlı gəzməmək, yəni başı açıq gəzmək günah deyil. Bunu heç kim iddia eləyə bilməz. Adam da ola bilər ki, başı bağlıdır, dindən xəbəri yoxdur. Çünki mən bunun şahidi olmuşam. Kültürdür, kültür olaraq başını örtüb, valideynləri deyib örtüb, dinlə bağlı əlaqəsi yoxdur.